Salam, hər vaxtınız xeyir, əziz izləyicilərim. Sizin gündən-günə artan marağınızı, sevginizi, dəstəyinizi hiss edirəm və buna görə də sizə təşəkkür edirəm. Bu videolardan sonra bizimlə birlikdə inkişaf etmək istəyi ilə komandamıza qoşulanların sayı daha da artdı və bu nəticə mənim üçün çox dəyərlidir. Ünsiyyət qurmaq və həmfikir insanlar arasında olmaq istəyən hər kəs komandamıza qoşula bilər. Bugün sizinlə cəsarət, seçim və həyat haqqında danışmaq istəyirəm. Gəlin bu sualı birlikdə cavablandıraq. Deyin görüm, həyatımızda neçə fürsəti sonra edərəm deyərək qaçırtmışıq. Mənim həyat fəlsəfəm çox sadədir. Risk etməyən insan heç vaxt böyümür. Bəzən isə tək bir addım bütün həyatımızı dəyişir. Hər insanın həyatında yeni addım atmaq çox vacibdir. Yeni addım konkret bir yol deyil. Bu, daxili hərəkətdir. İnsan yerində qaldığı anda onun üçün həyat da dayanır. Biz illərlə eyni ssenarilə yaşayırıq, şikayət edirik. Amma heç nəyi dəyişmək istəmirik. Mükəmməl bir anı gözləyirik. Mükəmməl an isə indi buradadır. Çox vaxt düşünürük ki, bizə istirahət lazımdır. Ancaq bəzən bizə sadəcə özümüz olmağa icazə vermək lazımdır. Sən yorulmamısan, sən sadəcə uzun müddətdir susursan. Biz buna yorulduq deyirik. Amma əslində yorulan bədən deyil, ruhumuzdur. Rol oynamaqdan yorulan ruhumuz. Hamıya uyğun olmağa çalışmaqdan, etiraz etməməkdən, daxilində yox deyə hə deməkdən yorulan. Ən çətini həyatı dəyişdirmək deyil, ən çətini özünü boğmağı dayandırmaqdır. Bilirsən daha nə qorxuludur? Bir an anlayırsan ki, sən həyatı heç vaxt tam yaşamamısan. Bacarmadığın üçün yox, qorxduğun üçün. Sən bu dünyaya sıxılmaq üçün gəlməmisən, var olmaq üçün gəlmisən. İstəyəndə güclü, istəyəndə zəif olsan belə, sən cəsarətli addım atmaq üçün gəlmisən. Seçim həmişə var. Öz arzularınla yaşamaq və ya başqalarının gözləntiləri ilə. Yeni işə başlamaqdan çəkinirik. Çünki həmişə düşündüyümüz bir sual var. Görəsən insanlar nə deyəcəklər? Sən hər kəs tərəfindən anlaşılmağa məcbur deyilsən. Kimi üçün bu yeni bir işdir, kimi üçün səyahətdir, kimin üçün isə sadəcə özünə bəli deməkdir. Heç fikir vermisinizmi? Biz əslində hərəkətdən deyil, qınanmaqdan qorxuruq. Yenilikdən çəkinmək normaldır. Çünki beynimiz tanımadığı hər şeyə reaksiya verir. Hansı sahədə dəyişəcəyin o qədər də vacib deyil. Əsas odur ki, yerində saymayasan. Başla, mükəmməl olmasa belə başla. Bəli, qorxu olacaq, səni anlamayanlar da olacaq. Hətta qınayanlar belə olacaq. Amma səni alqışlayanlar da olacaq. Mən sadəcə öz təcrübəmi bölüşürəm. Siz isə özünüzə uyğun olanı götürün. Sizə bir sual vermək istəyirəm. Əgər bugün sizi heç kim mühakimə etməsəydi, siz nə etmək istəyərdiniz? Cavabı mənimlə bölsəniz, bizim dialoqumuz baş tutmuş olur. Videodan sonra özünüzə bir sual verin. Mən nəyə hə demək istəyirəm, amma çəkinirəm. Sadəcə bu suala diqqət edin və özünüzdən bir daha soruşun. Mənim növbəti addımım nədir? Bu, hərəkət etməyin fəlsəfəsidir. Əgər bu sözlər sizdə hər hansı bir his oyatdısa, deməli bu artıq oyanışın başlanğıcıdır. Mən artıq videoları sizinlə bir görüş kimi qəbul edirəm. Sanki canlı söhbət edirik. Bu söhbətdə mənimlə birlikdə olduğunuz üçün hər birinizə dərin minnətdarlığımı bildirirəm. Həmişə olduğu kimi suallarınızı Instagram ünvanıma göndərməyi unutmayın.